Albaniyanın süni intellekt naziri Dialla yol tikintisi üzrə tender sənədlərinin optimallaşdırılması müqabilində 14 bitcoin həcmində rüşvət almaqda şübhəli hesab olunaraq oflayn rejimə keçirilib və həbs edilib. Bu barədə korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorluq məlumat yayıb. Prokurorluğun iddiasına görə magistral yolların tikintisinə dair hər bir müqavilədən ən azı 10-15% məbləğ naməlum elektron hesablara köçürülüb və neyron şəbəkə bunu vergi ödənişi üçün standart əməliyyat protokolu kimi qəbul edib. Dialla bu hərəkətləri cinayət saymayıb. O, əldə etdiyi bitcoinləri öz yenilənməsi olan serverlərin və proqram təminatının alınması üçün istifadə etməyi planlaşdırıb. Öz növbəsində nazirin müdafiəçisi onun hərəkətlərini əsaslandıran bəyanat hazırlayıb. Onun fiziki bədəni yoxdur. Buna görə də o bahalı saatlara, bağ evlərini və ya quzu ətinə pul xərcləyə bilməz. Vəsaitlər onun diskində yalnız vahidlər və sıfırlar şəklində mövcud idi. Konseptual incəsənət kimi bu korrupsiya deyil, stres testi idi deyə bəyanatda deyilir. Rəqəmsal İnkişaf Nazirliyinin xüsusi bölməsinin baş mühəndisi Luzin Başa süni intellekt nazirini müdafiə edərək vurğulayıb ki, süni intellektin hərəkətləri proqram kodu səhvinin nəticəsi deyil, həddindən artıq dəqiq təlim modelinin nəticəsi olub. Tarixdə ilk dəfə süni intellekt naziri olan Dialla bu il 11 sentyabrda vəzifəyə təyin edilib. Onu dəstəkləmək üçün xüsusi bir bölmənin yaradılması planlaşdırılırdı və bu bölmənin vəzifələrinə dövlət strukturlarına korrupsiya ilə mübarizə çərçivəsində neyron şəbəkələrin tətbiqi daxil idi.